Hər birinizi salamlayıram uşaqlar. 5-ci sinif Azərbaycan dil dərsliyindən səhifə 81-80-dəki tapşırıqların izahına gəlin bir yerdə baxaq. Həm qayda, həm də tapşırıqların izahının hamısını verəcəm. Ona görə videoya axıra qədər baxın. Bir də onu qeyd edeyim ki, əgər kanala abunə olmamısınızsa mütləq kanala abunə olun və videonu bəyənin ki, müəllimə də sizin üçün bu tapşırıqları davamlı olaraq izah edib yükləsin. İndi gəlin tapşırıqların izahına baxaq. Gecə isimləşməyə. İsimləşmə ümumiyyətlə nədir? İsimləşmə odur ki, sifətdir, saydır, fe'li sifətdir. Bunlar cümlə daxilində və yaxud da ki, söz birləşməsi daxilində bu adətən olur. İsmin sualına cavab versin. İsim kimi cəm, hal, mənsubiyyət və deməli cəm, hal, mənsubiyyət və xəbərli şəkilçisini qəbul etsin. Əslində xəbərli şəkilçisini qəbul etməyə də bilər. Çünki bunlar isimləşmədən də xəbərli şəkilçisini onsuz da qəbul edə bilərlər. Ona görə ən vacib şəkilçilərimiz cəm, hal, bir də mənsubiyyət şəkilçiləridir. Bunları qəbul etsin və cümlədə mübtəda və tamamlıq olsun. Yəni isimləşəndə bu nitq hissələri, bu xüsusiyyətləri daşıyır. Sonra indi gəlin məsələn nümunədə sizə göstərdim necə olacaq. Amma bu nitq hissələri isimləşsə belə də yenə nitq hissəsi olaraq məsələn sifət isimləşib yenə də sifətdir, say isimləşib yenə də saydır, fe'li sifət isimləşib yenə də saydır. Gəlin nümunələrlə məsələn sizə deyim. Deyirəm ki, ağıllı qız gəldi elə. Bax ağıllı qız gəldi. Və yaxud da ki ağıllı qızlarımız gəldilər. Nə etdilər? Gəldilər. Kim? Qızlarımız. Hansı qızlarımız ağıllı? Fikir verirsiniz burada. Deməli qızlarımız sözü ismin təbii ki isimdir. Ağıllı sözdə qızlarımız sözünü təyin eləyir. Hal-hazırda qızlarımız sözü burada mübtədadır. Əgər mən qızlarımız sözünü cümlədən çıxartsam, yəni sifət özünə aid olan ismi itirsə, artıq bu isimləşəcək. İsimləşəndən sonra bu ismin üzərindəki şəkilçiləri görürsüz. Qrammatiklarımız. Bu cəmlə hal şəkilçisi keçəcək sifətin üzərinə. Olacaq necə? Ağıllılarımız gəldilər. Olacaq ağıllılarımız gəldilər. Artıq bu neynədir? İsimləşdi. İsmin sualına cavab verdi. İsim kimi cəm mənsubiyyət şəkilçisini qəbul etdi və cümlədə də mübtəda oldu. Buna deyirlər isimləşmə. Eyli ilə say və fe'li sifətlərdə də bu kimi hallar baş verir. İndi gəlin məsələn indi bu tapşırıqları işləyəndə onsuz da bunlara aid nümunə görüləcək. Ona görə çox vaxtımızı aparmayaq. Baxaq indi 4A tapşırığına. Tox və ad sözləri hansı suala cavab verir? Bu sözlər hansı nitq hissəsinə aiddir? Aşağıdakı cümlədə həmin sözlərin hansı suala cavab verir? Baxaq, toxun acıdan xəbəri olmaz. Əslində belə olmalıydı da bu. Tox adamın əslində belə olmalıdır. Tox adamın ac adamdan xəbəri olmaz. İndi bu özündən sonra gələn bu adam, bir də adam ismi, adamdan ismini itirdiyinə görə bu tox sözü bunun üzərində olan ın şəkilçisini qəbul edib. Ad sözü də ismin üzərində olan, aid olduğu ismin üzərində olan dan şəkilçisini qəbul edib. Artıq bunlar neyniyib? İsimləşiblər. Ona görə bunların sualı nə olacaq? Toxun sözü kimin sualına cavab verəcək? Təbii ki, acdan sözü də kimdən sualına cavab verəcək? Amma bunlar nitq hissəsi olaraq nədir? Hər ikisi nitq hissəsi olaraq sifətdir. Təbii ki. Sonra keçək, indi az və çox sözlərindir. Aza qane olmayan, məsələn, nə ola bilər? Az yeməyə qane olmayan, çox yeməkdən də qalar. İndi bax fikir verin, aza qane olmayan, bu ismin üzərindəki əl şəkilçisi keçib azın üzərinə, yəni az söz axı ismə aiddir. Sonra çox sözü də özündən sonra gələn ismi itirib, yemək isminin. Onun üzərindəki dən şəkilçisini götürüb öz üzərinə. Bax, bu da əl şəkilçisini götürüb üzərinə. Buna artıq nə deyirlər? İsimləşmə deyirlər. Amma yenə də bu nitq hissələri, az və çox sözləri, hər ikisi nədir nitq hissəsi olaraq? Saydır. Amma nəyin sualına cavab verir? Aza sözü nəyə sualına cavab verir? Çoxdan sözü də nədən sualına cavab verir? Bu qədər. Sonra, indi cümlələrdə isimləşmiş sözləri müəyyən edin. Qurunun sözü isimləşib burada. Görürsünüz, sifət tam isimləşib. Çoxları sözü saydı isimləşib, ismin sualına cavab verir. Sonra, növbəti oyunda sən qərarlarla
oynayacaq. Qaralarla oynayacaqsan. Burada qaralarla isimləşibdir. Özündən sonra gələn ismi itiribdir. Sən milyonlar sayda özündən sonra gələn ismi itirib isimləşib. İgid sözü sifətdir. Özündən sonra gələn ismi itirdiyinə görə isimləşibdir. Cümlələrdə isimləşmiş sifətləri seçin və onların ismə aid qrammatik xüsusiyyətlərini müəyyən edin. İgidin sözü isimləşibdir burada. Özləri yazıb bunu. İkinci mərhələdə cəsurlar. Cəsurlar sözü isimləşib. Kim sualına cavab verir? Adlı kaldadır. Qocadan cavandan sözləri isimləşibdir. Hər ikisi kimdən sualına cavab verir? Hər ikisi və çıxışlı kaldadır. Hamı qəhrəmanları alqışladı. Qəhrəmanları sözləri isimləşib burada. Təsirli haldadır. Qəhrəmanlar kimi sualına cavab verir. Sonra tənbələ iş buyurur. Tənbələ sözü burada isimləşibdir. Tənbələ sözü isimləşibdir. Yönlük haldadır. Bir də kimə sualına cavab verir bu da. Kimə sualına cavab verir. Bu qədər. Sonra atalar sözlərində isimləşmiş feili sifətləri müəyyən edin. İşləməyən, əslində işləməyən dişləməz. Əslində belə olmalı idi da. İşləməyən insan dişləməz. Özündən sonra gələn insan sözü yoxdur. İsmini itirib deyə isimləşib. Cəfa çəkməyən əslində belə olmalı idi. Cəfa çəkməyən insan səfa görməz, amma özündən sonra gələn ismi itirib deyə isimləşib. Çox gəzən çox bilər. Əslində belə olmalı idi. Çox gəzən insan çox bilər. Özündən sonra gələn isim itdiyinə görə burada da gəzən sözü isimləşibdir. İndi də burada deməli, sifətləşmə var. Sifətləşmə nədir? Sifətləşmə də isim, material bildirən sözlər var ki, isimlər var ki, onlar söz birləşməsi daxilində və yaxud da ki, cümlə daxilində hansı sualına cavab verir və isimləşir. Cümlə üzvü olaraq təyin olurlar. Amma nitq hissəsi olaraq yenə də isimdir. İndi baxaq. Burada baxın, bax. Hansı sualına cavab verən ismi deyir. Burada baxın, bürünc medaldır da. Hansı medal bürünc? Amma material bildirdiyinə görə bu nədir? İsimdir. Yaşıl şar yaşıl sifətdir. Gülün ətri gül isimdir. Amma hansı sualına cavab vermir? Məktəbdən sözdə isimdir, amma təbii ki, hansı sualına cavab verilmir. Verilmiş cümlələrdə hansı sözlər sifətləşir? Material bildirən sözləri seçəcəyik uşaqlar. Qızıl sözü hansı sualına cavab verir, amma isimdir. Daş sözü hansı sualına cavab verir, amma isimdir. Burada gümüş sözü hansı sualına cavab verir, amma isimdir. Beton sözü hansı sualına cavab verir, amma isimdir. Buradakı qədim sözü də məsələn, hansı sualına cavab verir, amma o sifətdir də. Aşağıdakı isimləri cümlələrdə elə işlədin ki, necə və ya hansı sualına cavab versin, nə sualına cavab versin. İpək sözün. Uşaqlar, gəlin mən bunu şifahi edeyim, siz də yazarsınız. İpək sözü necə sualına cavab versin və yaxud da ki, hansı? Məsələn, deyirəm ki, nənəm deməli, ipək şal toxudu. Nə şal? Hansı şal? İpək şal. İpək şalı toxudu. Hansı şalı? İpək şalı. Və yaxud da ki, taxta. Deyirəm ki, məsələn, bizim evin qapısı taxta qapıdır. Necə qapıdır? Taxta qapıdır. Bu da belə isimləşdi, məsələn, deməli, sifətləşdi daha doğrusu. Dəmir sözü. Dəmir sözün cümlədə işlədək. Deyirəm ki, mən qardaşıma, deməli, dəmir oyuncaq düzəltdim. Nə oyuncaq? Hansı oyuncağı? Dəmir. Polad sözünü işlədək. Deyirəm ki, mən deməli, polad üzükləri çox sevirəm. Nəyi üzükləri? Hansı üzükləri? Polad üzükləri. Bu da deməli sifətləşdi. İndi biz bunların nə sualına cavab verən kimi yazmalıyıq? İpək sözün nə sualına cavab verən kimi gəlin yazaq. Deyirəm ki, mən bazardan ipək aldım. Nə aldım? İpək aldım. Burada nə sualına cavab verdi? Bu getdi. Sonra indi taxta sözünü işlədək. Deyirəm ki, deməli, biz qardaşımgildən taxta gətirdik. Nə gətirdik? Taxta, bu da getdi. Dəmir işlədək. Deyirəm ki, mən qonşudan dəmir gətirdim. Nə gətirdim? Dəmir. Bu da nə sualına cavab verdi. Polad sözünü indi işlədək. Deyirəm ki, mən deməli, dünən bazardan deməli, polad aldım. Polad aldım. Və yaxud da ki, başqa bir cümlə işlədək. Bu yaxşı olmadı. Deyirəm ki, üzük poladdan idi. Və yaxud da ki, üzük polad materialından
Polad materialından düzəldilmişdi. Nə üzük, nədən? Polad materialından. Nə materialından polad? Bax, buradakı polad sözü artıq nə sualına cavab verdim. Birinci cümlə yaxşı olmadı, ikinci cümləni dedim. Sonra keçək indi burada bu xanalar üzərində quraşdırmalıyıq bu sözləri. Deyir ki, burada kim nə sualına cavab verən ismi yaz. Burada necə, nə cür, hansı sualına cavab verən ismi yaz. Burada da kim nə sualına cavab verən sifəti yaz. Burada da necə, nə cür sualına cavab verən sifəti yaz. Bu heykəl, bu necə sualına cavab verən isimdir. Necə sualına cavab verən isimdir. Ona görə bunu bura yazırıq. Gümrah uşaq, bu necə sualına cavab verən sifətdir. Ona görə 2-ni bura yazırıq. Billur Güldan, bu nə sualına cavab verən isimdir. Ona görə 3-ü bura yazırıq. Kitab səhifəsi, nə səhifəsi? Bu da nə sualına cavab verən isimdir. Ona görə deməli, Billur Güldan, bir dəqiqə uşaqlar, 3 əslində bura yazmırıq. Billur Güldan necə sualına cavab verən isimdir. Ona görə biz onu bura yazacağıq. Yəni 3-ü bura yazıram. 3-ü bura yazıram. Necə sualına cavab verən isimdir. Kitab səhifəsi. Bu da nə sualına cavab verən isimdir. Onu da bura yazıram. 4-ü bura yazıram. Qoca nəsihəti. Kimin nəsihəti? Qocanın nəsihəti. Bunu deməli, kim sualına cavab verən sifətdir də. Kim sualına cavab verən sifətdir. Ona görə 5-i hara yazacağam? 5-i bura yazacağam. Bənövşəyi köynək. Necə köynək bənövşəyi? Necə sualına cavab verən nədir bu? Necə sualına cavab verən sifətdir. Ona görə bura yazıram. 6-nı bura yazıram. Pəncərə şüşəsi. Nə şüşəsi? Pəncərə. Pəncərə sözü isimdir və nə sualına cavab verir? 7-ni bura yazıram. Soyuğun təsiri, nəyin təsiri? Soyuğun. Bu soyuq sözü sifətdir, amma ismin sualına cavab verir. Ona görə onu da deməli bura yazıram. Soyuq sözündə bura yazıram. Bu qədər uşaqlar. Sağ olun.